Danqan filmi 2016-cı ildə Hindistanda çəkilmişdir. Filmin əsas aktyorları bunlardır: Amir Singh, Gita Kumara və Babita. Filmin mövzusu isə budur. Mahir güləşçi olmuş Amir Singh iki zəif qızını güləşə hazırlayır. Məqsəd isə ölkəsi üçün qızıl medal gətirməkdir. Qızlar onu nə qədər israr etsə də, Amir Singh bu qərardan əl çəkmir və nəhayət qızlarını oğlanlarla güləşdirməyi qərara gəlir. Neçə məğlubiyyətlər alsa da, ata qızlarını yaxşı hazırlaşdıraraq oğlanlara qalib gəlməyi bacarır. Nəinki oğlanlar, həm də qızlarla da güləşməyi bacarırlar. Və daha sonra onlar kuboklar, medallarla təltif olunur. Və 2010-cu ildə isə ölkəsinə atasının köməyi ilə qızıl medal gətirməyi bacarır. O yarım finalda və finalda Nigeriya və US-li olan güləşçiləri mahir ustadlıqla məğlub etməyi bacarır.